Zaqatala rayonunda dəhşətli qətl törədilib. Doğru xəbər Azərbaycan bildirir ki, polisin həyata keçirdiyi əməliyyat zamanı Zaqatala rayon sakini İskəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri 36 yaşlı Rasim Abbasov saxlanılıb. Digər şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər isə davam etdirilir. Əlavə məlumatlar veriləcək. Cəlilabad Bələdiyyələri Əlaqələndirmə Şurasının sədri və rayonun Üçsəpə kənd bələdiyyəsinin sədri Əmrah Quliyev 66 yaşında dünyasını dəyişib, onun cərrahi əməliyyat zamanı həyatını itirdiyi bildirilir. Təbibdən sorğumuza cavab olaraq qeyd olundu ki, ötən gün saat 13:40 radələrində 1959-cu il təvəllüdlü kişi Cəlilabad rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə gətirilib. Ona dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu qoyulub. Pasiyent ixtisaslı tibbi yardım göstərilməsi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilmiş bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 20:15 radələrində ölüm faktı qeydə alınıb.